Birinci 88-ci suala baxaq. 88-ci sualda nədir? Güvəndən qalandır. Bunun kompüteri mən söndürməmişim. Əslində 18 yazımsansa yaxşıdır, Oqtay. İrəliləyiş var o zaman. Baxın, bu tip sualları necə işləyirdik? İ'nin başlanğıc qiyməti nədir? 2-dir. Hər dəfə nə qədər artır? 2. Buna i deyirəm. Və bu x-i istifadəçi daxil edir də, düzdür. İstifadəçi x-i daxil etdi. Düşürəm aşağı. i-yə başlanğıc qiymət 2 verirəm. Aralarında görürsünüz, vurma var deyə nə verəcəm? P-yə 1 verəcəm. Düşürəm. Şərt birinci və sonuncu arasında olacaq. Düzdür. Nəyin arasında olacaq? 40-a qədər gedəcəkdir, düzdür. 40-a qədər davam etsin, düşsün h-yə. H-dən nə edəcək? P bərabərdir, P-ni vururam. İndi mürtəzasını, bax, bu mürtəzanın içərisində nə yazılıb, onu yazıram bura. Sadəcə 2-nin əvəzinə nə yazacaq? i üstə gəlsin x. İndi nə qədər artıracaq? 2, 2. Mən heç bir şey eləmədim, ha. Proqram elə ki, özü mənə apardı. Çapa da verdi P-ni. Oldu mu? İndi 29-cu suala baxaq. 89-a deyir ki, klaviaturadan daxil edilmiş elementin bir dəfə. Və əslində biz bax bu tip suallarda bayaq da dedim. Ta ki biz klaviaturadan daxil edirəm 2 C, 2 A, 2 B, D, D, nə bilim C, C. C, C olmasın da bunu şeylədik. T, T olsun. Normalda biz bunun elə bir hərəsindən bir element götürüb qurmaqla proqramlar çox işləmişik. Necə eləyirdik? Yəni hərəsindən bir element götürmək. For, i, in, a ilə müraciət edirdik. Getdi, 2-ni götürdü. Düzdür? C-ni. Əgər bir dənə də siyahı yaradırdıq. Dedim, əgər bunun sayı, bax bunun sayı, bu a bərabərdir intim olsun da. If-lə, kontla yoxluyorduk. Əgər B-də bunun sayı 0-a bərabərsə, kont nə yazırdıq? i-də 0-a bərabərdirsə atırdıq b-yə. Onda bizə nə verirdi? Yəni sayı 0-a bərabər olan. Bir dənə 2-dən götürəcəkdi. Bir dənə C-dən, A-dan, B-dən, D və T. Hərəsindən bir-bir götürəcəkdi. Amma bizə indi onu istəmir. Baxın, bununla bağlı elə dünən axşam biz proqram işlədik. Bu bizdə artıq daha fərqli bir şey istəyir. Deyir ki, hərəsindən biri, yəni təkrarlanmayan element. Məsələn, C burada təkrarlanmayıb. Təkrarlanmayan elementi götürsün. A təkrarlanmayıb. Bir də D hərfi təkrarlanmayıb. Bax, mənə bu üçün çap eləsin. Amma bax, belə yan-yana. Bu cür çap eləsin. Mən yenə müraciət eləməyinə eləyirəm müraciət. For in, ayna müraciət edirəm siyahının içərisinə. Yenə kontdan istifadə edəcəm. Amma bu dəfə necə istifadə edəcəm? Hara getdim? Baxın, yenə müraciət elədim. Input vasitəsindən daxil elədim. Boş bir siyahı da götürdüm. Tək-tək for i, in, a. Getdi, A-dan götürdü, getdi, A-dan götürdü. Amma bu dəfə da B-də demirəm sayı 0-a bərabərsə. Əgər hər elementdən bir dənə əlavə etmək istəsəm, onda yazıram ki, B-də sayı 0-a bərabərsə. Yox, sırf A-nın içərisində tək-tək həmin elementdən bir dənəsi lazımdırsa mənə, kontu A-ya, bax, burada A-nı yazmışam, B nöqtə yazmamışam, A nöqtə yazmışam. A-nın içində sayı 1-ə bərabərsə bunu əlavə etsin B-yə. Oldu. Məsələn, mən burada join yazmışsam, bu bunu siyahı kimi verəcək. Join yazdığıma görə nə verdi? Məsələn, yazım elə. 2A, 2 dənədir, nə bilim, V, sonra L, 3 dənə. Bir dənə də Y yazın. Məsələn, burada təkrarlanmayan bir A hərfidir, bir dənə hərfidir, V, Y. Digərlərindən var. 2 dənə var. D hərfindən də 2 dənə var. Oldu. Yəni, kontu nədə yoxladım? Onun içərisində yoxladım ki, sayı 1-ə, A-nın içində sayı 1-ə bərabərsə əlavə et. Join ilə də birləşdirdim bunu. Tamam edim. Getmək istəyirsən? İndi keçid edirəm 90-cı suala. Və kontu işlətməyi bildik. Əgər bir dənə element axtarıramsa, birbaşa hansı sətirdirsə, ondan şey eləyirəm. Yox, hərəsindən bir dənəsini əlavə edəcəmsə, boş sətrə kontuna müraciət edirəm.
Ya sətrə ya da ki siyah ya da ilmə siyah götürmüşdüm. 90-cı suala baxıram. Ən az 2 rəqəmli natural ədəd. Bu zaten özü deyir ki, 2 rəqəmli ədəd daxildir. Biz rahat siyah yaratmağı bilirdik də. Hətta istənilən sayda siyah da yarada bilirdik. Bu deyir ki, artıq 10 dənə simvoldan ibarət siyah yarat. Yaza bilərəm for in range 1-dən 11-ə qədər. Və hər dəfə A bərabərdir int input. Bunu yaratsın, yaratsın. Atsın siyahıya. Siyahıya necə əlavə edəcək? Append-lə. B nöqtə append A. Götdü atdı bura. İndi mənə lazımdır ki, təzədən bu siyahının elementi, məsələn, daxil etdiyi siyahıya 242, 212, 242, 675. Daxil etdiyim ədədlərin birinci və sonuncu elementini götürsün, bunları toplasın. Topladıqdan sonra cütdürsə, bunları çapa versin. Bax, bura qədər müraciət etmişəm. Bura qədər bir problemimiz yoxdur. Bax, bura qədər də proqramın elə özündə də yazdım. Bunun davamını yazdım. Bura qədərlə bir problemimiz yoxdur. Düzdür, əlavə etdik siyahıya. İndi siyahın tək-tək elementlərinə müraciət edə bilərəm. For i in A. A-ya müraciət elədi, amma bu tam tiplərdir. Bunu S-deyirə müraciət yaza bilərəm də. M bərabərdir S-deyir i. Bunu S-deyirə müraciət elədi. S-deyirdən də elementini tək-tək götürə bilərəm. Sıfırıncı elementi, bir də mənfi 1. Sıfırıncı element birinci elementdir. Bax, burada sıfırıncı element deyəndə nəyə nəzərdə tuturuq? 242-nin də nömrəliyini 012 nömrələmir. Sonuncu len çıxılsın bir də yaza bilərsiniz. Amma sağdan sola nömrələyəndə mənfi 1-lə başlamırıq mı? Birbaşa mənfi 1 yaza bilərəm də. Yazıram ki, T bərabər, prosta onu da int-ə çevirməliyəm. Int, çünki hər ikisi int-də olmalıdır. Dünən bununla bağlı bir sual işləmişik. İndi təzədən elə burada da qalıb baxarıq. Int M0, M-in sıfırıncı elementi. Baxın, M-in hanı? Sıfırıncı elementi. M-in sıfırıncı elementi ilə toplayıram. Int, yəni tam ədədə çəkirsin də. M-in axırıncı elementini də mənfi 1 ilə götürürəm. Da lenzat yazmıram da, özümü yorumuram. Əgər bunca toplandı, T-ni topladıqdan sonra 2-yə böləndə, davamını oxumadım. Sualım, nə deyirdi? Buydu. Hə, cüt olanların indeksi. 2-yə bölüləndə məndə bu hazırdır ki, necə? Cüt olub olmadığını yoxladım da, düzdür. İndi bunu necə şey eləyə bilərəm? İndeksi nə ilə götürə bilərəm? Elə birbaşa print verim. Print. Haradadır mənim siyahım? Hansı siyahıdır? Bu arada bax, burada görürsünüz, səhv eləmişim. Siyahı B-dir. Elementim var, indeksi göstərən elementimiz. Nədir o? İndeks. B-nin içərisindədir də. B nöqtə i yenə qalıb da yerində bir problem yoxdur ki. İndeks i. İnin indeksini çap eləsin. Başqa bir şeyə ehtiyac var? Məncə yoxdur. İndi daxil edək. Cüt olanlar hansıdır? Məsələn, 212 cütdür bu. Siyahıya daxil edirəm. 10 dənə daxil etməliyəm hələ. Sonra 7, 5, 6. 7, 8, 7. Bunlar tək olsun. Cütdür. 7, 4, 5. Bu da cüt oldu. 1, 2, 1, 2, 9, 7, 3, 2. 3, 3, 3. 2 rəqəmdən çox olmalıdır. 2 rəqəm də eləyə bilərik. 78. 78. Neysə də ürəyim sıxıldı hocam. Neçə dənədir? Həmsini yaza bilirsən. 2 rəqəm. 2, 4, 6, 7, 8. Bax, sıfırıncı element 212 cütdür. Birinci element yenə cütdür. İkinci element yenə cütdür. 3 də düz cütdür. 7, 8. 4, 5, 6 təkdir. Aha, onlar da götürməyib. Oldu. Foreign range ilə də müraciət edə bilərdik, ha, indeksə. Onda sadəcə elementi nə ilə çağıracaqdı? Sıfırıncı indeksə görə çağıracaq. İndi keçək digər suallar. Ay. Onda gözləyim. Evet. 61-ci sualda. 61-ci sual çox asandır. Biz bu tip sual işləmişik. Xatırlayırsa, dedim ki, eyni sırada yerləşibsə nədir bu? Əhdi, bir aşağıda, bir yuxarıda yerləşsəydi nə olacaqdı? Yəni, bax, bir aşağıda, bir yuxarıda. Burada da məsələn, bir 20 olsaydı, bir aşağıda, bir yuxarıda olsaydı,
Nədən istifadə edəcəkdik? Orada. Amma hal-hazırda ikisi də eyni sətr deyə mən nədən istifadə edəcəm? Əhdə. Burada ascending, descending yoxdur. Azalma və çoxalma sırası yoxdur. Düzdür? İndi mənə nə deyir? Riyaziyyatı 67-dən böyük və 67-yə bərabər olanlar. Riyaziyyatı 67-dən böyük və 67-yə böyük. 1, 3, sonra 5, 6, 7. Ən xarici dili 55. Bu arada burada şərtdə orada düşüb heç. 55 değil yok. Bu böyük olmalı ya da kiçik olmalı. Neydi? Bir tane 55'ten böyük yoksa kiçik. 55'ten böyler müəllim. Dəqiq. Hə, Gel burada var baxaq bir dənə. Yazaq dedi, böyünə yazaq. Böyüylə yazaq da neysə. Biz yazaq. 4 sonra 6 bu da 82'də deyəsən. Hə. Bu da 7 elədi. Ənd bizə nə verəcək? Ortaqları. 6, 7. Bunda biz səhv edirik. İkileri götürüyorum. Kiçikləri götürək bəlkə onda. Kiçiklər hansılardır? 1, 2, 3, sonra 5 ödəmir. Pardon. Ben onu bilmirəm. 55'ten böyükdür, yoxsa bərabərlik halı var? Böyükləri. Onda bir dənə burada rəqəmləri də deyək. 53'dür da bu. 55'ten böyük olanlar. 3. 60, 53 değilmiş, 63'üymüş. 3, onda 4, 6, 7. 3, 4, 6, 7. Burada ortaklar verəcək 3. 6, 7. D variantı. Sonra tikintidə verilənlər bazası vermişdir. Təmirlə məşğul olanları axtarır. Təmirlə hansı məşğul olur? 1, 2, 3, 4, 5. Deməli, L1 məşğul olur, B2 məşğul olur təmirlə. Sonra Ş1 məşğul olur, Ş2 məşğul olur, bir də L2 məşğul olur. Baxaq görək, bunlar şəhərlərin sayını soruşur da məndən, düzdür? Şəhərə. Ş1 Şirvandadır, Ş2 də Şirvandadır. Bu ikisi Şirvandır. Bu ikisinə bir dənə şəhər. Şirvan. L1 Lənkərandadır, L2 də Lənkəran. Bu ikisi də Lənkəran. B2 də haradır? Bakı. Neçə dənə şəhərə müraciət eləmiş olduq? 3 dənə. Sonra 63'e baxaq. Deyir ki, Python dilində belə bir proqram verilib. Nəysə, belə bir ifadə verilib. Language sözü seçilir və Ctrl X. X neyinir? Yerindən silir. Yerindən silir. Bax, bu yerindən sildi. Getdi. Sonra Python sözü seçilir. Bax, bu söz seçildi. Ctrl C basıldı. Aha, C kopyaladı. Yerində də qaldı. Sonra klaviatura gəldi bura sona. End nədir? Sona gətirdi mənə. Kursor buradadır. Bundan sonra 3 dəfə boşluq qoymaqla kontrol. Yəni buradan da Python yazacaq və yenə Python yazacaq 3 dənə. Sonra bütün mətn seçilir. Yəni başdan sona qədər hamısı seçildi. Gətirilir. Home klavişi də əvvələ gəlir. Klaviaturanı gətirir. Bura bunu təzədən kontrol verir. Yəni bütün mətni bir də yazır. Python programming, sonra Python və yenə Python yazır. Məndən soruşur, option neçə dənə söz var? Yəni sayaq. Bir dənə söz 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə sözümüz var. Sonra insert neyinirdi? Biz elə dünənləri bazar günü bununla bağlı 7 iyul 2024-cü il qəbul sualıdır elə. Demək olar ki, rəqəmlər də eynidir. Aşağı yuxarı dəyişir. Gördünüz Fidan 7 iyul işləyəndə. Reverse neyinir? Tərsinə düzür. Tərsinə düzsək 7, 8, 3, 2, 5. Sonra lenlə saydı 1, 2, 3, 4, 5. Birində çıxdı nə qaldı? 4. İ alacaq hansı qiymətdir? 1-i, 2-ni və 3-ü. 1-i əlavə edir. Deyir ki, birinci yerə əlavə et 4-ü. Baxın. 0, 1, 2, 3, 4. İnin birinci qiymətində deyir ki, 1-ə əlavə et 4-ü. Siyahım budur. Onda siyahım necə olacaq? 7, sonra 4 əlavə edir axı deyir birinci indeksə. 4-ü əlavə edəcək, 8 sağa yürüşəcək. 8, 3, 2, 5 olacaq. Sonra 2-ni əlavə edəndə 2-dən necə olacaq siyahımız? Yenə 7, 4, bir dənə də 4. Yenə deyir birinci yerə 4 əlavə et də, ikinci yerə daha doğrusu. Yenə 8, 3, 2, 5 oldu. Düzdür? Sonra i3-ü əlavə edəndə, 3-ü əlavə edəndə. Yenə deyir 3-cü indeksə 4-ü əlavə et. 0, 1, 2, 3-cü indeks yenə 8-ə düşürdü. 8-i yenə itələyir.
7, 4, 4, 4, 3 dənə 4, sonra 8, 3, 2, 5. Düzdür? Bitdi. Sonra lenindən çıxır biri, yenə sayır. 1, 2, 3, 4, 5, 6, 7, 8. Biri çıxır və həmin, yəni 7-ci indeksini inir, del. Silir. Siləndə neçə olacaq? Bu getdi. Del nəyə görə silir? İndeksə görə silir. Yəni qaldı 7, 4, 4, 8, 3, 2. Sort sıralayır, azdan çoxa sıralayır. Necə olacaq onda? Birinci 2, 3, 4, 4, 7 və 8. Hansı variantdadır? Y variantı. 65-ci suala baxaq. Vaqif, Agün, Əsmər, Emil, Raul, Leyla, Nadir eyni universitetdə təhsil alırlar. Riyaziyyat, kimya, biologiya, nədir? Fizika, kimya, biologiya fənlərində təhsil alırlar. Məlumdur ki, hər deməli fakültədə 2 nəfər təhsil alır. Agün biologiyada oxuyur. Deməli, Agün mən buradan deməli bir dəqiqə. Riyaziyyat, sonra fizika, kimya, bir də nədir? Biologiya. Agün biologiyada təhsil alır. Elə Agünü yazıram bura. Agün. Əsmər və Emil eyni fakültədədir. Yəni, haradası eynidir. Yəni, nə Əsmər biologiyada ola bilməz, məsələn. Nədir Emil? Vaqif və Nadir fərqli fakültədədirlər. Fizika fakültəsində oxuyanlar oğlan deyil. Deməli, fizikada Acun da oxuya bilməz, Vaqif də oxuya bilməz. Emil, Əsmər də oxuyabiliriz. Əsmər qadın deyil, bala. İkisi bir değil mi? Emin Hə. Əsmərlə Emillə bir yerdədir. Əsmər də getdi, Emil də getdi, Raul da getdi. Ya Sevdadır, Sevda ilə Leyla oxuyurdu onda. Bizə nəyi soruşur? Hansı reizə? Acı nəsil. Aha, Sevdada ben bildim. hə, bildim də. Çalapsa Sevda, Sevda. Sevda və Leyla fizikadadır. Çünki hərəsində ikisi qalır axı. Riyaziyyatda da bir... Sevda, Leyla. Fizikadadır. Mənə deyir ki, riyaziyyatda təhsil almadığımı, dəqiq bilirəm ki, dəqiqələrini bilə bilmərəm. Sevda, Leyla, Agün. Heç biri riyaziyyatda təhsil alınır. Buradan da bir dənə var Sevda. Sonra belə bir qraf var. Bilirsiniz ki, qraflarımız şu. Uyğun deyil. Biz özümüz axtarırıq nədir? Baxın, F-də bir dənə yol var. Bir dənə yol olan hansıdır? 2-dir. Bax, bura F yazıram. 2-yə. F nə ilə birləşir? Y ilə. Deməli, F-in birləşdiyi 6 nə olacaq? Y. Y yəni 6-dır. Bu da 2-dir. Elə burada yazın. Bir dənə burada yazın. Sonra 4 dənə yolu olan bir dənə C-dir. 4 dənə yolu olan hansıdır burada? 1. Birdən bir dənə 4 dənə yol gedir də, düzdür? C-dir. Avtomatik olaraq 1-ə getdi C. İndi C və Y-nin birləşdiyi mənə lazımdır C və D, düzdür? Bildi mi? C və D lazımdır. D-ni tapa bilərəm də buradan rahat. C və Y-yə birləşən hansıdır? 1-lə 6-nın kəsişməsi. Həm C-nin, həm də Y-nin kəsişən hansıdır? Bax, C və Y. C və Y. 4-dən neçə dənədir? 3 dənədir. 3-ün biri C-dədir, biri Y-dədir. Fisioda, hə. 4 nədir? D-dir. Şimdi mənə də əslində bu lazımdır. Digərlərini inirəm ki, 4. 4 və 6-nın kəsişməsi bizə nə verir? C-dən D-yə, C-dən D-yə. O qədər üstünə yazdım ki, tapa da bilmədim. C-dən D-yə 10. Fisio qutardı, getdi. A variant. Səhv çıxır. Ay uşaqlar, bu görüm mənə burada yazırsınız. Görüm kimin dərsi var. Açmaq istəyir. Hə, salamatçılıq. Malik, e-mail vasitəsilə biz dostumuza məlumat göndərmək istəyirsə, hansı qurğudan istifadə edəcək? Skanerdə. Touchpad masum növüdür. Plot deyir, printerin böyük formasıdır. Printer bildiniz, prosesor da emal vasitəsidir. Emal çıxış qurğusudur, çıxışdır, daha böyük. Touchpaddan mouse'dur da, mouse'un bir növüdür. Sonra 2-dən başlayır 4-ə qədər, 60-a qədər cəmləməlidir. Hər dəfə i-nin qiyməti 2-2 artır. S-in də üstünə gəlir nə? I. Bir ki, burada zaten bunların hər biri getdi. 60-a qədər istədiyinə görə nəyə götürəcəm? B variantı. 69. Bir Python sözü neçə dəfə çap olunacaq? 32 və 5 qiyməti daxil edilərsə. Burada 32-dir, burada da 5-dir.
32 böyükdür 5-dən. Deyirəm, hə, Pythonu bir dəfə çap elədim. Üstünə üstəgəl yazdım. Y-in üstünə 6 gəldim. Elədi 11. X-in qiyməti oldu neçə? 30. Qalxdı yuxarı. 30 böyükdür 5-dən. Yenə deyirəm, hə. Pythonu burada bir dənə də çap elədim. Y-in qiyməti oldu 17. X də oldu 28. Şərt doğrudur. Doğrudur. Bu arada Y-lə müqayisə etməli idim. Bunu 11-lə. 17. Şərt doğrudur, doğrudur. Yenə burada bunu bir dəfə də çap elədim. Y oldu. Üstünə 6 gəl neçə eləyir? 23. X oldu 26. Şərt doğrudur. Doğrudur. Yenə Python sözünü çap elədim. Y oldu. 23 üstünə 6 gələndə 29. X oldu 24. Şərt doğrudurmu? X-in qiyməti neçədir? 24. Bu 29. Şərt doğrudur. Yox, çıxdım. Bir dəfə də burada çap elədim. 4 dənə yuxarıda çap eləmişəm. Bir dəfə də burada 5 dənə. Python dilində yazılmış def-nə müraciət edirik. Baxın, 2 dənə def var. Əvvəlcə bu if-ə baxıram. Bax, buradan bura. 1 və 3 ilə daxil oldum. Düzdür. Şərt doğrudurmu? Y-in qiyməti neçədir? 3-dür. Şərt doğrudurmu? Düşürəm, yox. Onda hara keçəcəm? Else-yə. 3 vurulsun X. 3-ü vururam nəyə? 1-ə. Üstünə gəlirəm 3-ü neçə elədi? 6. Return da bizə nə qaytarır? 2-ni vurur X-ə. X-in qiyməti neçədir bizdə? 1-dir. 6-nı da çıxan neçə qalacaq? Mənfi 4, amma bizə nə qaytaracaq? 4. Deməli, bura 4 oldu. Amma təzdən F4, 4 üçün bir də qalxıram yuxarı. 4 və 4 üçün qalxdım yuxarı. Şərt doğrudur, hə, bu dəfə. X bərabərdir. 4 üstə gəlsin. 4 vurulsun 2. 8 ilə 2-ni də toplayanda 12. Götürdüm bunu. Başqa nəsə bizə verir. Returnu da düşürəm aşağıda. Return burada sərbəstdir, düzdür. 2-ni vurdu 8-dən neçə elədi? 16. 16-dan da 12-sini çıxanda X-in qiyməti neçədir? 12. 2-ni 12-yə vuran neçə eləyir? 24-dən də 4 çıxanda 20. Deməli, burada bizə nə qaytardı? 20. Option bu hissədə bizə qaytardı 20. Z-in qiyməti oldu 20. Deyir ki, çapa 20 verilmişdirsə, klaviaturadan hansı qiymət daxil edilmişdir? Inputun ədədi daxil edib A-nın qiyməti. A bərabərdə çıxılsın 12. Aşağıdan yuxarıya qalxaq, yoxsa yuxarıdan aşağı düşək? Yerini niyə də qoyurum? Gəlin aşağıdan yuxarıya qalxaq. A-nın qiyməti nədir? B vurulsun 2, çıxılsın A bölünsün 2, düzdür? Bu A-nın qiymətidir. Çıxılsın B-nin qiymətini də qoyun da yerinə olar. A çıxılsın 12, düzdür? Bunu möhtəzədə qoyun bəlkə yerinə. Bu möhtəzədə qoyun yerinə. Çıxmadı, axı bunu şey eləyib, üstə gəl verəcək, onu sonra da belə. Bərabərdir nəyə? 20-yə. Buradan nə edə bilərik? Aşağıdan gərək yuxarı qalxaq. Başka beyni yerine atılmış yapamam. Gərək yuxarıdan aşağı düşə gəlin bu. A çıxılsın 12, vurulsun 2, çıxılsın A bölünsün nəyə? 2-yə. Niyə burada? Bir də yuxarıdan aşağıya düşüm də. A-nın qiyməti nədir bizdə? Hədəf sözü. A-nın qiyməti nədirsə bilmirəm onsuz. Sonra bu oldu A-nın qiyməti, yeni qiyməti. Sonra A-nın yeni qiymətində də B-ni çıxmalıyam. Bir də buradan çıxmalıyam nəyi? B-nin qiyməti nədir bizdə? Yeni qiyməti. A-dan çıxıram B-nin qiyməti. Açılsın 12. Bərabərdir 20-yə. Burada qaldı bir dənə A düzdür. A-dan A-nı çıxdıq. A çıxılsın 12. Bunu o tərəfə keçirəcəm olsun. A bölünsün 2 bərabərdir. 24-dən 12 mənfi. Burada elədi neçə? 32. 32. Bu tərəfdə A bölünsün 2. Buradakı A qaldı yerində. 60'dan Çıxanda AB çıxır. ben yarısını çıxanda eləyəcəm. A da bərabər olacaq. 64-dür. Sonra mətndə belə bir deyir ki, deməli tək yerdə
Sözümüz budur, düzdür? Nömrələyirəm. 0, daha doğrusu 1, o qədər sıfırdan 5, 2, 3, 4, 5. Tək yerdə duranlar nə qədər olur? 3. Yəni bu da 3 olacaq, bu da 3, bu da 3. Cüt yerdə duranlar nə qədərdir? 4. Bu da 4'tür, bu da 4'tür. İndi mənə deyir ki, mənə nə deyir bilmirəm sözümdən. Söz bu anlıq. Biz şifrənin hansı şifrə olduğunu müəyyən etməliyik. M-i birinci yerdə durur deyən 3 vahid geri aparacağım. M-dən 3 vahid geri nə verir bizə? 1, 2, 3. J. A cüt yerdə durub, A-nı 4 vahid geri aparacağım. Onda fırlanırıq da bura. 1, 2, 3, 4. W. P-ni 3 addım geri aparıram. 1, 2, 3. M verdi. L-i 4 addım geri aparıram. 1, 2, 3, 4. H verdi. Düzdür bizə? H, 7'də su alındı da. Düzdür? Y variantı. Dayısı axırıncısında onu da aparmadım. 73. Deyir ki, belə bir failin var. Kitablar qovluğunda yerləşirdi. Fail həmin qovluğun daxilindəki qovluğun alt qovluğuna daşındı. Failin tam adını, tam yolunu göstərin. Deməli, kitabın içində nə yerləşirdi? Mətin.doc faili yerləşirdi. Amma bu kitabın içərisində yeni bir qovluq yarar. Həmin qovluğun daxilində yerləşən alt qovluğa. Burada nəsə bir şey yaranıb, mətin gedib onun içərisinə. İndi baxırıq. Data, baxaq görək hansıdır? C variantı silinib deyəsən. Yoxsa budur, hə. İndi bizə nə verir? Data, kompüter, kitablar, kitabların içərisində mətin, proqramın içərisində. Birinci kitab gəlməlidir. Okey. Bizdə doğru cavab mətin, doc, düzdür. Həmin qovluğun daxilindəki qovluğun alt qovluğuna, uşaqlar həmin qovluğun daxilindəki qovluğun, burada 2 dənə qovluq olacağı, deyir həmin qovluğun daxilindəki alt qovluğa 2 dənə qovluq gəlməlidir. Data, kompüter, kitablar, proqramlar. Kitablardan sonra 2 dənə olmalıdır, 7. Y variantı. Kitab 7, kitablardan sonra proqram 3 dənədir, 7. Y variantında, hə. Kitabla mətnin arasında 2 dənə alt qovluq olmalıdır. Sonra deyir ki, doğru mülahizələri göstərin. Bunu əvvəlcə ikili yazı. 2 üstü 7 var. 6 yoxdur. 5 yoxdur. 4 yerindədir. 3 yerindədir. 2 üstü 2 yoxdur. 2 üstü 1 yerindədir. 2 üstü 0 da yoxdur. Düzdür? İndi mənə deyir ki, ikili yazılışında sıfırların sayı 4'dür. Sıfırların sayı 4'dür. Hə. Tək ədəddir. Sonu cüt ədəddir. Bəli. Sıfırla bitirsə cütdür. Birlə bitirsə təkdir. Sıfırların sayı birlərin sayından çoxdur. Yox. Bərabərdir. Bu da səhvdir. 8 dənə rəqəm var yazılışında. Düzdür. 8'lik say sistemində buna bərabərdir. 8'liyə çevirəndə 1, 2, 4, elə sonuncu 2'dir. Düzdür, amma 1, 2, 3 ilə olmalıdır. Səhvdir. 8'li. Onluq say sistemində yəqin buna bərabərdir. Taş eləmirəm. Bizə nəyi soruşur? Düzü, yanlışı? Düzü soruşur. Deməli, C variantı. Hə, 1, 4, 6. Web səhifə verilib. Bizə nə deyir? Web səhifədə qrafik fayl. Qrafik faylı nə açırıq? Email serici. Bağlama tegi var. Yoxdur. Başqa hansı teg yox idi? Bağlanma tegi. Beyerin bağlanması yox idi. Başqa var. Haşer. Haşerin də bağlanması yoxdur. Beyer, haşer. MX-RC-də biz bağlanması yoxdur. Deməli, deyir ki, qrafik fayl. Qrafik faylımız budur. MX-RC bu düzdür. Alt verə bilərdi. Alt nə vaxt olur? O error falan gələndə verirdi də. Onunla bağlı. Hündürlüyü 400'dür. Eni şey elə variantdır. Görün bunlardan səhv nədir? Burada güllər yox, flowers olmalıdır. Flowers. Üstünə link vurub klikləmirik. Bizə deyir ki, bunu əlavə edib. Burada elə ki, üstünə vurub link klikləmək üçündür. Burada da hündürlüyü 400 verib. Bu tegin də bağlanması yoxdur. Heç C variantında da tegi bağlayıb. Bağlanışı yoxdur. 76'ya baxıram. Az qalıb. Heç asan suallar qalıb. Heç az çətin deyilmiş. Normal suallar imiş.
2 üstü 127, 127 verib. 127-ni biz necə sadələşdirək? Sadələşdirmiş sizə deyin. Aha, 128 çıxılsın. 1-in kvadratı. Buradan konkret nə almışsınız, onu mənə deyin. 14. Obşi 2-nin hansı qüvvətini aldınız? Axırda hansı qüvvətini aldınız? Müxtəsər vurma düsturu ilə açıqdan sonra hansı qüvvəti aldınız? 14, 8, 1. Beyanı anladım. 214 sonra çıx 208 üstə gəlsin 1. Bu 76'dır bir dəqiqə. Hə, düzdür. Vurup bir də bunu nəyə vurmuşsunuz? 2 üstü 4 vurulsun, 2 üstü 14 çıxılsın, 2 üstü 8 üstə gəlsin 1. Bunu yazmamışsınız. Buradan konkret bizə nə verir? Görüm. 2 üstü 18 çıxılsın, 12 üstə gəlsin, 2 üstü 4. Bunu burada saxlayıram. Digərini də eləyək. 34'ü necə yaza bilərik? 32 üstə gəlsin 2 kimi bunun kvadratını aça bilərik. Açdığımız zaman nə verəcək? 10, 12, birimiz, kimislidir də. Üstə gəlsin 2 üstündə 2. Bunu da vururuq nəyə? 2 üstü 7'ye. Nə? Nə 7 olur? 207 oldu. 2 üstü 5. Все. İndi bunu hesablayaq. 217, 214. Hansı sistemə gətiririk? 8 deyə. 208, 8'likdə necə gətirə bilərəm? 2 üstü 3, sonra 5 vurulsun, 15 yox, 8, elə 18, 6'ya vururuq, birbaşa getdi, 2 üstü 0. 1 vurulsun, 8 üstü 6. Sonra 2 üstü 12'də. Deməli, 1 vurulsun, 8 üstü, 2 üstü 3, 4. Sonra 2 üstü 4'də də 8'dir. 2 üstü 4 neçədir bizdə? 8 üstü 1. Deməli, 8 üstü 6'nın qiyməti 1'dir. 8 üstü 5 yoxdur. 8 üstü 4 1'dir. 8 üstü 3 yoxdur. 8 üstü 2 yoxdur. 8 üstü 1 var. 8 üstü 0 yoxdur. Sonra buna keçirəm. 2 üstü 17'ni yaza bilərik. 6 deməli 2 vurulsun. 8 üstü neçə qalacaq? 5 niyə? 6. 2. 6'ya vuranda 18 olarak olur. 5 olmaz. 5'e. Olur 4. 8 üstü 5. 4'e Niyə 2? Üstünde çıkarak 15. O da 17. 304. Ay baba 2 üstü 3. 3'ü neçəyə vuranda 17 elədi? 5'e. 15 idi. O da 4 kalır. 2 üstü 2 qaldı da. 4 vurulsun. 8 üstü 5. Sonra 14'ü çevirəndə nə verəcək bizə? Siz sakit. 4 vurulsun. 8 üstü 4. Bu da burada. 9 da çeviririk. 3. 1 vurulsun. 8 üstü 3. Deməli 8 üstü nə var bizdə? 5 var. 5'in qiyməti neçədir? 8 üstü 5'in qiyməti 4'dür. 8 üstü 4 var. Var. 4'dür. 8 üstü 3 var. Var. 1. 8 üstü 2 yoxdur. 1 yoxdur. 0. Bunu da gətirib bundan çıxıram. Çıxmaydı da. Düzdür. Yox. Cəmləyir. 3, 1, 4, 4. 0, 0. Daha doğrusu 2, 0, 1, 5, 4, 1. Hansı ədəd elədi? Biz hardasa səhv elədik. 118 bizə nə verib? 1,
5, 4, 3, 2, 1, 0. 5, 4, 3, 2, 1, 0. Sonra nə var? 2 üstü 12-ni necə aldıq? 1, arxasınca 4 dənə 0. 1, 2, 3, 4 dənə 0, 1. Düzdür. Çıxdıq. Buna neçə verdi? 8'lik say sistemində. 8-dən 1-in çıxanda 7. Burada da 7 qaldı. Heç nə qalmadı. Sonra bunun üstünə nə gəldi? 2 üstü 4'ü gəldi. 2 üstü 4'ü yazmışıq. 8 üstü 1. 2. 0, 2, 0, 0, 7, 7. Sonra üstünə nə gəlirəm? 3 dənə 0'ı, 1, 2, 3 dənə 0'ı. Sonra 1, 4, 4'ü. Bu verir mənə 0, 2, 0, 1. Sonra 7 ilə 4 toplayanda neçə eləyir? Diqqətiniz burada olsun. 7 ilə 4 toplayanda 11, 11'dən 8'in çıxanda neçəsi qalacaq? 3, 7 ilə 4 toplayanda 11, 12, 12'dən 8'i çıxanda 4, 1 deyətdə. 1, 4, 3, 2, 1, 143, D variantı. Algoritmin dəqiq və bir mənalı olması hansıdır? Hansı? Müəyyənlik yoxsa diskretlik hansıdır bəs? Bir addımdan digər addıma keçid mərhələsi diskretlikdir. Bəli, dəqiq və müəyyən olmalıdır. Mən atdığım bütün addımlar müəyyən olmalıdır. Sonra eyni obyektdə alınan informasiyası üst-üstə düşərsə nədir? Nəcəbsi. Rabitə kanalı bu qədər məlumat ötürülmüşdür. Bu məlumatın 30%-nə verəcək bizə? 90. 90 megabaytdır. Megabaytda bu məlumatı ötürülmüşdür. 5 sonraki bitisi məlumatı sürətlə. Okay. 90 vurulsun, 5 vurulsun, 2 üstü 20, 22. Bu nədir? Sürət imiş bu. Səhv sən yazdın. 90 vurulsun 2 üstü 23, bölünsün 5 vurulsun 2 üstü 22. İxtisar getdi. 90 ilə 180'i də 5'ə bölün neçə düşür? Dəqiq. Heç inanmağım gəlmir, amma neysə 36. Qalan hissəsini, yəni 210'u da bu qədər. 210 vurulsun 2 üstü 23, bölünsün neçəyə? 2 üstü 23'ə. Bu da elədi 210. 210'dan da 36'ını toplayan neçə eləyir? 246 saniyə bitdi. Sonra buna baxırıq. PK verilibsə, deməli bir dəfə birinci müsbətsə, müsbət mənfi gəlməli, düzdür? Y variantı getdi. Müsbət mənfi, B variantı da getdi. C-də də kəsr əməlimiz yoxdur, getdi. İndi buna baxırıq. S-i vurur, K vurulsun I-yə. Ta ki, nə bilim, bura bir 4 versək. I-nin qiyməti 1, 4-dür. S-in qiyməti nədir? 0 üstə gəlsin, K vurulsun I. 1'i 1'ə vuranda 1 vurulsun 1, üstə gəlsin, birinin də üstünə 1 gəl neçə eləyəcək? 2. Bu bizə nə verdi? 2 verdi, düzdür? 1 vurulsun 2. 1 bölü 2. Hə, elə açıq yazaq da 1 vurulsun 2, hə. Sonra təzədən i-nin qiyməti 1 varit artdı, s-in qiyməti 1 vurulsun 2-dir, düzdür? Üstünə gəlir təzədən 2'yə vurdu, üstə gəlsin 2 vurulsun, 2 də üstünə bir gəlinə verəcək 3 var. Belə bir sıra gedəcək. Hardadır o da? Elə variantında. Necə? Daha doğrusu hə mənfi nəzərə almadım. O da çıxmalıdır. Birinci müsbəti idi. Proqramın nəticəsi. A-nın qiyməti şərt doğrudur, doğrudur. Düşdü aşağı. Şərt doğrudur, doğrudur. B-ni vurdu 2'yə. 60. Şərt doğrudur, doğrudur. A, B 20 oldu. A-nı oldu 2. Hə, B 20 oldu. Şərt doğrudur. Səhvdir, keçdi sərbəst operatora. A bərabərdir, A üstə gəlsin B. A-nın qiyməti neçədir? 10'dur. B-nin qiyməti neçədir? 20, 30 elədi. Bu pisi buradan da çıxdı. Başqa bir şeyimiz var bizim. Yoxdur. 30. Bizdə nəyi soruşur? B. B-nin, A-nın qiyməti. B-nin qiyməti nədir bizdə?
20. Nə çıxır? Ben serbest. Ben bir daha bağış veririm. O evsiz birinci saf olsaydı o evsizliğe sen. Ben evsizliğe serbest. Dəqiqə, bir dəqiqə. Amen. Hə. Yes. Bir də təzədən baxaq. Onda. Şərt doğrudur. Doğrudur. Burada da doğrudur. B-nin qiyməti neçə oldu? 20. Şərt doğrudur, yox. Keçdik bura, düzdür. A-nın qiyməti neçədir bizdə? 10. B-nin qiyməti neçədir? 20-dir. 30. B oldu. A bərabərdir. A üstə gəlsin 10. A-nın qiyməti nədir bizdə? 30. 30-un üstünə 10 gələndə burada sərbəst operatoru yerinə yetirəndə 40. Düz olmadı. A-nın qiyməti 9. Excel'də xana köçürülməsi. Tak, neyse sorumuz qaldı. Vay. Çox sorumuz qaldı. Düsturda deyir ki, B2 xanasının C2 xanasına, C2 xanasında B2 xanasındakı yazılan düsturu C1 xanasındakı nə? B1'i B2'ye keçirir. Deməli A2 vurulsun 2 vurulsun A2. Bu vurmadır. Hə, üstə gəlinsin, çıxı 3. C1'i də köçürür C2'yə. A dollar 1, üstə gəlsin B2, üstə gəlsin 2. Qiymətləri yerinə qoyaq da. Bizə nəyi soruşur? Köçdən sonra C2'nin qiymətini soruşur bizdə. A1'in qiyməti nədir bizdə? 5, B2'nin qiymətini hesablayaq. A2'nin qiyməti 2, üstə gəlsin. 2'ni vurdu A2'yə. 2'ni vurdu A2'yə. A2'nin qiyməti neçədir? 2'dir. 4, çıxdı 3'dür. Bu 3 elədir. Hə, üstə gəlsin 3, üstə gəlsin 2 neçə eləyəcək? 10. Yol hərəkət qaydalarının pozulmasında avtomatik qeydə alan nəsə belə bir rəngli. Bunu bu tərəfdə yaz. Rəngli paliklardan istifadə etməklə 24 bitdir də palitra deyir, düzdür. Vurulsun 2 üstü 7 vurulsun 10, nöqtələrin sayını parçalayaq. Vurulsun 2 üstü 10'a. Foto şəkil çəkir. Burada cavabı nə ilə istəyəcək? Neyse, bu deyir ki, yaddaşda saxlanılır və paketlər şəklində qruplaşdırılır. Bu qədər sürətlə iman olunur. Elə sürəti tapaq bunu. 250 saniyə tələb olunarsa. Nə istəyir məndən? Deyil. Yazıram T bərabərdir. Bu həcmdir. Həcmi bölürəm nəyə? Sürətə 5 vurulsun 222. Zaten bitləndiyə hesablayıram da. 17. 17 ilə 22 getdi xısar neçə elədi? 17-dən 22-sini çıxanda. 2 üstü 5, 32. 32 ilə 24 xısar getsə, ikisi də 8-ə 3. Burada qaldı 4. 5, 12. 3-2'yə vuranda 6. 6 bölünsün 4. Bu nə qədər eləyəcək? 1,5 saniyə. Bir paketin ötürülməsi üçün bu qədər saniyə tələb olunursa. Deməli, mənim bu bir şəklim üçün nə qədər oldu? 1,5. 256 saniyə tələb olunursa, 256-nı 1,5'ə bölək. Bir paketin şəklinin, bir paketdəki şəkillər, hə də başqa bir şey yoxdur. 256-nı 1,5'ə bölünürsə düşür. 170 nə qədərsə. 170 nə qədərsə düşür, amma biz nəyə götürəcək? 170. Sonra Python dilində yazılan belə bir şey, çapa nə gedib? 43 gedib. Başlanğıc qiymət nədir? 3'dür. C'nin son qiyməti 43'dür. Dövr neçə dəfə davam edib? 3-ün sürə neçədən 10 gəlib ki 43 eləyir? Elədi 43. Deməli, dövrümüz neçə dəfə davam edib? 4 dəfə. Deməli, eni üstünə gəlirəm 4 dənə 5'in 20. Bu şərt ödənməyib. Düzdür? İşarə dəyişdi. En neçə olacaq? 30. Bir dəfə də şərtin ödəndiyi hal. Yəni 3 dəfə ilə girirəm dövrə.
3 dəfə ilə girəndə neçə eləyəcək? En üstə gəlinsin 15. Burada işarə dəyişmir. Çünki şərt ödəyir. Neçə eləyəcək? 35. Eni qoyuram ortaya. 30-dan da nədir? Böyük olmalıdır. Minimum qiyməti 31-dir, maksimum qiyməti 35-in özüdür. Bizdən də minimum soruşur. Bunu 2 üstü 3 kimi yaza bilərəm. 3 üstə gəlsin 2x. Neçə eləyəcək? 3-ü çevirəndə 9 üstə gəlinsin 6x bərabərdir. Bu da 2 üstü 7-dir də. Megabayt 23 çevirəndə neçə eləyəcək? Ben bayta Bayta 20, 27. Bu da 6x bərabər neçəyə? 18-ə. X də bərabərdir. 2 sualımız qaldı. 19 səhifəli bir sənədim var. On 19 səhifəli sənədin ilk səhifəsində 512, 2 üstü 9 vurulsun 2 üstü 8 ölçündə 256 rəng çalar deyirsə 10 bitə vururam. Düzdür? Cavabı kilobaytla deyirdən bölümdə kilobaytda 213 olar. 19, 13, 17, 17-dən 13 çıxan hissəsi qalacaq. 16-nı da 10-a vuranda 160 kilobayt burada. Qalan səhifələr. Qalan neçədən səhifə qalıb? 18 səhifəmiz qalıb. 2048 simvol var, yəni 211. Bir də ki 10 bit əlifba ilə kodlaşdırıb, bunu da kilobayta çevirirəm. Bölürəm 213-ə. İxtisarlar getdi. Burada neçə qaldı? 202, 4. 4 ilə 10 ixtisar gedəndə 2, 5, 2 ilə 18 getdi, 9. 9 dəfə də 5-in 45. Toplayanda neçə elədi bunu? Neçə? 205 kilobayt. 205 kilobayt üçün baxıram ki, neçə klasterə ehtiyacımız var. Bölürəm 4-ə. Neçə düşür? Birbaşa düşür. 205-i böldük 4-ə. 52. 52-ni də vuranda təzdən 4-ə. Bizə nə verdi? 52 klasterə ehtiyacım var. Opşi 208 kilobayt yaddaşda yer tutur. Bunu burada saxlayıram. Keçirəm davamını oxuyuram. Deyir ki, 10 belə sənəd 5 megabayt. 5 megabayt da çevirə bilərəm kilobayta. Boş sahəsinə yazılarsa 10 dənə. 208 də vuracaq nəyə? 208 də vururam 10-a. Neçə eləyəcək? Qalan boş sahəni tapın. 2 1024-ü deməli 208-i 2-yə vuran neçə eləyir? 416. 1024-ə bölərəm 416-ya. Neçə dəfə düşəcək? Burada haradasa səhv eləmədik. 10 belə sənəd 5 megabayt boş sahəsi olan diskə yazılarsa, diskdə qalan boş sahə. Bizdən başqa şey istəyirik. Bizdən başqa şey istəyirmiş. Deyir ki, 10 belə sənəd 5 megabaytlıq boş sahəyə yazılarsa. 5-i vururam 1024-ə. Çıxıram nəyi? 208, 10 belə sənəd deyir də. 208-dən ibarət 10 dənə belə səhv. Buranda neçə eləyir? 10 da. 208-i vuranda ona neçə eləyir? Neçə? 208-i vurun 10-a. 2080. 5124-dən də çıxanda 2080-i 5120-dən çıxanda nə qədər qalır? 3040 kilobayt. Sonra 87 S4 və Y2 xanalarına köçürülmüşdür. Almış nəticəni müəyyən edir. A2 köçürürəm S4-ə. Dollar S2 üstə gəlsin. A dollar 1. Dollar S 3-dən də 1-ə 3 üstə gəlsin. A-dan S-yə gedir. 2 B. Bu da S neçə dollar? 1. Bir də nəyə köçürülüb? Y2-yə. Dollar S 1 üstə gəlsin. Y dollar 1. Bizə nəyi soruşur? Nəticəni soruşur. Toplayanda neçə eləyəcək? S üçün qiymət neçədir?
S3-ün qiyməti 13. S1-in qiyməti 3 toplayanda 16. Bu neçə? Bu hansıydı? S4-ün qiyməti. Sonra S1-in qiyməti neçədir? 3. Y1-in qiyməti 5. Toplayanda 8. Bu Y2-nin qiymətidir. A3-ün qiymətini heç tapmadıq. S2-nin qiyməti 7-dir. A1-in qiyməti S2-nin qiyməti 7-dir. A1-in qiyməti S2-nin qiyməti 8-dir. Sorry. A1-in qiyməti də 1-dir. 9-dur. Burada getdi. Belə. Bitdi, bəli.